Fitness onurğa əyriliğini müalicə etmir. Bu klinik faktdır. Onurğa əyrilikləri, yəni skolyoz, kifoz, lardoz, struktur və funksional problemlərdir. Bu problemlər sadəcə əzələ zəifliyi ilə izah olunmur. Əzələ zəifliyinin olması onurğa əyriliğinin yaranmasına səbəb ola bilər. Amma yenə də ümumi fitnesslə məşğul olmaq bu problemi müalicə etmir. Günümüzdə bir çox məşqçilər bildiyi, bilmədiyi halda skolyozu klassik fitness məşqləri ilə müalicə etməyə çalışır. Bu, elmi yanaşma deyil. Fitness, ümumi fiziki hazırlıq, güc, dözümlülük və estetikaya yönəlib standart və simmetrik proqramlar üzərində qurulmuşdur. Yəni, bu yanaşma sağlam fərdlər üçündür. Struktur deformasiyası olanlar üçün deyil. Onurğa əyriliyinin müalicəsində sümük strukturu, oynaqlar, sinir əzələ koordinasiyası, motor kontrol və asimetrik yükləmə nəzərə alınmalıdır. Yəni, bu sistemlərə sadəcə güc məşqi ilə təsir etmək olmur. Tez-tez deyilən bir söz var. Əzələni gücləndir, problem həll olsun. Amma skolyoz tək əzələ problemi deyil. Yəni, xarici görünüşün əzələ hesabına düzəlməsi demək, onurğa əyriliğinin düzəlməsi demək deyil. Yekun olaraq onurğa əyrilikləri fitnesslə müalicə olunmur. Fitness sadəcə bir vasitədir. Korrektiv reabilitasiya isə əsasdır. Yəni, əzələni böyütmək başqa, onurğanı müalicə etməyə başqa.